Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri Türk ədəbiyyatından bir integral sualının izahına baxaq. Deməli, sualı lövhədə yazmışıq. Sualda bizə deyir ki, sürətdə f'1 bölü x, məxrəcdə x kvadrat dx. Biz bunu həlləmək üçün əvvəlcə f1 bölü x-in törəməsini tapmağa çalışaq. Görək bizə nə verir törəməsi. Bunun törəməsi bizə f'1 bölü x verir. Bir də mürəkkəb funksiya olduğundan 1 bölü x-in öz törəməsi. Bu da bərabərdir. f'1 bölü x. 1 bölü x-in törəməsi mənfi 1 bölü x kvadratdır. Yəni, mənfi sürətdə f'1 bölü x, məxrəcdə isə x kvadrat ifadəsini alarıq. Fikir versək, bu ifadə verilən inteqralda mənfi ilə fərq eləyir. O zaman biz yaza bilərik ki, mənfi, açsaq qabağa, f'1 bölü x, məxrəcdə x kvadratı, biz yazarıq elə d, f1 bölü x. Çünki f1 bölü x-in artıq törəmə tapanda mənfi f'1 bölü x, məxrəcdə x kvadrat verəcək və qabaqdakı mənfi ilə müsbətləşib ifadə olduğu kimi alınır. Biz də bilirdik ki, integral d fx elə bizə fx plus c sabiti bu formada olur. O zaman onda axtarılan integral da mənfi f1 bölünsün x üstə gəl c şəklində olar. Sağ olun, salamat qalın.